laboratoriyalar üçün hazırlanmış xüsusi masada Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendində əsas yer tutur. Stenddə universitetin Kimya Texnologiya Fakültəsinin müəllim heyəti tərəfindən əyani şəkildə aparılan laborator işlər də sərgi iştirakçılarına universitetin laboratoriya imkanları haqqında məlumat verir. Sərgi iştirakçıları həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendində universitet haqqında geniş videoçarx, Azərbaycan, rus və ingilis dillərində prospektlər, 3 adda buklet, 2 dildə nəşr olunan Oil and Industry jurnalı vasitəsilə universitetin təqdim etdiyi tədris imkanları və yeniliklərlə tanış ola bilirlər. 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universiteti də sərgidə özünün geniş tədris imkanlarını təqdim edir. Sərginin açılış mərasimində iştirak edən Təhsil naziri Ceyhun Bayramov və nazirliyin digər əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin stendi ilə tanış olublar. Universitetin rektoru Professor Mustafa Babanlı tədris prosesi və startap layihələri haqqında ətraflı məlumat verib. Rektor universitetdə tədris prosesinin innovativ şəkildə təşkili və təhsilin keyfiyyətinin artırılması üçün xüsusi olaraq yaradılan web auditoriya haqqında nazirə məlumat verib və web auditoriyalar üçün universitetdə xüsusi olaraq hazırlanmış iş masasının mexanizmini izah edib. Sərgi oktyabrın 12-sinə qədər davam edəcək.